Azərbaycanda ki, deyirlər bu əzadarlıqlar sonradan gəlmədi, yaxud da ki, İmam Hüseynə matəm saxlayanlar, Kərbalanı qeyd edənlər, cahildilər, üzr istəyirəm, nadandılar. Mən indi Azərbaycan tarixində həm siyasi şəxsiyyətlərin, həm ictimai şəxsiyyətlərin, həm də Əhl-i-Beyt şairlərinin, Azərbaycanın tanınmış şairlərinin İmam Hüseyn əleyhissalamla bağlı buyurduqlarını diqqətinizə çatdırıram. 1. Siyasi cəhətdən başlayıram. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə tanıyırsınız, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusudur. Açıq Söz qəzetində 1918-ci ildə dediyi cümlələrin bir neçəsini sizə xatırladıram. Şükürlər olsun ki, məmləkətimiz indi İslam məmləkətidir. İndi biz könlümüz istədiyi kimi öz təziyə, baxın, matəm, təziyə ayımızı icra edə biləcəyiz. Sərbəst əza saxlayacağız. Şükürlər olsun, bugünü gördük. İndi kimsə özünü demokrat, müsavatçı, Məmməd Əmin Rəsulzadəçi kimi hesab edirsə, desin. Bu heç sonradan yaranma deyil axı. Və sözünü davam edir. Sonda İmam Hüseyn məclislərindən də danışır. Orada israfçılığın olmamağını buyurur. Sonda baxın, görün nə deyir. Mən yəqin bilirəm, indi onun sözüdür də, mən demədim, onun sözü mən gəlmişdir. Mən yəqin bilirəm, biz çəkdiyimiz xərcləri bu yolda sərf etsək, həm Allah, həm Peyğəmbər, həm Kərbala şəhidlərinin ruhu bizdən razı qalacaqdır. Bu, Məmməd Əmin Rəsulzadənin buyurduğudur. Və çox maraqlıdır. O, həmin o məqaləsində hətta hər gün Aşura, hər yeri Kərbala məşhur söz ki var, bəziləri hədisdir, bəzilərdəki bir alimin sözüdür. Onu da qeyd edir. Baxın, gör nə deyir? Deyir ki, bu neçə ayın müddətində bizim hər yer Kərbala və hər gün Aşura olmuşdur. Onun öz buyurduğudur.